Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan elektrik cərəyanı mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Fərz edək ki, elektrik cərəyanı hansısa səbəbdən yer kürəsinin bütün yaşayış məntəqələrində həmişəlik kəsilmişdir. Onun nəticələrini təsəvvür edirsiniz. Elektrik cərəyanı nədir? Onun insan həyatında nə kimi rola malikdir? Elektrik cərəyanının mövcudluğu üçün başlıca şərtlər hansılardır? Bugünkü dərsimizdə biz çalışacağıq ki, bu suallara cavab tapaq. Yəni, öyrənəcəyik ki, həqiqətən də bu elektrik cərəyanı bizim həyatımızdakı rolu nəyə qadirdir və həmçinin onun mövcudluğu ilə bağlı bəzi şərtləri də sizinlə geniş şəkildə geniş formada öyrənəcəyik. Gəlin başlayaq. Elektrik haralarda rast gəlinir? Elektrik bilirik ki, bizim evlərimizdə rast gəlinir. Müxtəlif elektrik avadanlıqların daxilində biz elektrik cərəyanına rast gələ bilərik. Elektrik sənayedə rast gəlinir. Elektrik nəqliyyatda rast gəlinir. Metal naqillərdə sərbəst elektronlar nüvə tərəfindən zəif cəzb olunduğu üçün müxtəlif istiqamətlərə hərəkət edə bilirlər. Çünki biz keçmişik, sizinlə yəqin ki, yadınızdadır, Bohr postulatında demişdik ki, hər hansı bir atomun xarici elektron təbəqəsində, yəni uzaq orbitində elektronlarla nüvə arasında cəzb etmə qüvvəsi çox zəifdir və bu qüvvə zəif olduğuna görə həmin elektronlar atomdan qoparaq metal daxilində sərbəst olaraq hərəkət edə bilirlər. Naqilin uclarına cərəyan mənbəyinin qütblərini birləşdirdikdə isə naqildə elektrik sahəsi yaranır. Elektrik sahəsi elektronlara elektrik qüvvəsi ilə təsir edir və nəticədə elektronlar boruda axan su kimi nizamlı şəkildə hərəkət etməyə başlayırlar. Yüklü zərrəciklərin nizamlı və istiqamətlənmiş hərəkətinə biz deyirik elektrik cərəyanı. Elektrik cərəyanı mövcud olması üçün aşağıdakı şərtlər ödənilməlidir. 1. Birinci növbədə maddədə bütün cisim boyu hərəkət edə bilən sərbəst yük daşıyıcılar, elektronlar, ionlar və s. olmalıdır. Məsəl üçün, metallarda bilirik ki, elektrik cərəyanını sərbəst keçirən yük daşıyıcılar sərbəst elektronlardır. Bu şəkildə də görə bilirsiniz sərbəst elektronları. Həmçinin burada da. Lakin ionlar isə heç bir hərəkət etmirlər, olduqları yerdə qalırlar. Məsəl üçün, mayelərdə isə, duz məhlulu da elektrik cərəyanını keçir. Məsələn, duz natrium xlor suda həll olarkən müsbət və mənfi ionlara ayrılır. Və nəticədə biz deyə bilərik ki, məhlullarda elektrik cərəyanını keçirən sərbəst yük daşıyıcılar müsbət və mənfi ionlardır. İkinci şərt ondan ibarətdir ki, elektrik cərəyanı olmadıqda sərbəst yük daşıyıcılar xaotik qarmaqarışıq hərəkət edirlər. Lakin elektrik cərəyanı yarandığı andan etibarən yük daşıyıcılar elektrik qüvvəsinin təsiri ilə nizamlı və istiqamətlənmiş formada hərəkət edirlər. Üçüncü şərt ondan ibarətdir ki, elektrik cərəyanının keçdiyi naqil qapalı olmalıdır. Yəni, naqil qopsa cərəyan olmayacaq. Yenə də bu da şəkildə göstərilir. Mütləq cərəyan dövrə qapalı olmalıdır ki, dövrədən cərəyan keçə bilsin. Açıq halda bu mümkün deyil. Elektrik cərəyanının ümumiyyətlə istiqaməti müsbət yük daşıyıcıların istiqaməti götürülmüşdür. Bu ona deməkdir ki, elektronların hərəkətinin əks istiqaməti nəzərdə tutulur. Yəni biz yük daşıyıcıların istiqaməti, yəni müsbət yük daşıyıcılar dedikdə müsbətdən mənfi, yəni bizim cərəyanımızın istiqaməti sağa doğru olmalı idi. Amma elektronların istiqaməti əslində mənfidən müsbətə. Çünki müsbət tərəfindən cəzb olunur. Sola tərəf olduğundan cərəyanın istiqaməti ilə əks istiqamətdə olur. Əslində isə metal naqillərdə sərbəst elektronlar qəbul edilən istiqamətin əksinə hərəkət edir. Dediyimiz kimi, yəni cərəyanın istiqaməti ilə elektronların istiqaməti əks tərəfdə, əks istiqamətdə olurlar. Həmçinin cərəyanın istiqaməti demişdik ki, müsbət yüklərin hərəkət istiqamətinin seçilməsini ilk dəfə 18-ci əsrdə Franklin tərəfindən təklif edilmişdir. O, elektrik hadisələrine dair bir çox təcrübə aparmışdır. Bateriya və keçirici terminlərini təklif etmiş və ildırım ötürəni də ixtira etmişdir.
Su elektrik stansiyalarında enerji istehsal etmək üçün suyun istiqamətlənmiş hərəkətindən istifadə olunur. Soruşulur, naqildən keçən cəryanla boruda axan suyun hərəkəti arasında hansı oxşarlıq var? Əgər biz burada şəklə diqqətlə baxsaq, görərik ki, su müəyyən hündürlükdən aşağıya doğru hərəkət edir. Suyun malik olduğu enerji, su ən yuxarıda potensial enerjiyə malik olur. Bunu biz gələcək dərslərimizdə sizinlə keçəcəyik. O müəyyən enerjiyə malik olduğu halda aşağıya düşərək həmin enerjisini su turbinlərinə ötürür və su turbinləri də suyun kinetik enerjisi çevrilir su turbininin kinetik enerjisinə və nəticədə həmin turbinlər hərəkətə gəlir. Eyni ilə cərəyanda da baxsaq, elektronlar mənbədən müəyyən cəryanı alaraq, elektrik cəryanı alaraq bir istiqamətdən digər istiqamətə doğru ötürür və həmin cəryan elektrik işlədicilərə verilərək həmin elektrik cəryanı digər cəryan növlərinə, işıq, silik növlərinə çevrilir. İndi burada həmçinin biz cəryan şiddəti və onun ölçülməsi haqqında da məlumat alacağıq. Elektrik cəryanını xarakterizə etmək üçün cəryan şiddəti adlanan fiziki kəmiyyətdən istifadə olunur. Cəryan şiddəti dedikdə vahid zamanda naqilin en kəsindən keçən yükün miqdarı nəzərdə tutulur. Yəni hər hansı bir, məsələn, 1 saniyədə, 2 saniyədə, 3 saniyədə nə qədər yük keçirsə, bunu müəyyənləşdirən cəryan şiddətidir. Cəryan şiddəti ona görə də deyə bilərik ki, ədədi qiymətcə naqilin en kəsindən 1 saniyədə keçən yükün miqdarıdır və bu kəmiyyət skaler kəmiyyətdir və aşağıdakı düsturla ifadə olunur. I bərabərdir G bölünsün T. Burada I cəryan şiddətidir, G elektrik yüküdür, T isə zamandır və hər üç kəmiyyət skalerdir. Cəryan şiddətinin əgər biz vahidini yazmış olsaq, bilirik ki, elektrik yükünün vahidi kulon, zamanın vahidi saniyədirsə, bu zaman cəryan şiddətinin vahidi kulon bölünsün saniyə, o da 1 amperə bərabər olacaq. Və onu da nəzərinizə çatdırım ki, 7 əsas vahidi daxildir amper, yəni cəryan şiddətinin vahidi 7 əsas vahidin tərkibinə daxildir. İki naqildən eyni zamanda axan elektrik yükünün miqdarı çox olduqda ondakı cəryan şiddəti böyük olur. Yəni o deməkdir ki, cəryan şiddəti elektrik yükü ilə düz mütənasibdir. Yəni nə qədər çox yük varsa müəyyən bir zaman anında, bu zaman deyə bilərik ki, bu o qədər də güclü cəryan şiddəti mövcuddur. Şəkildə də bunu açıq-aşkar göstərilib. Amma cəryan şiddəti ilə zaman tərs mütənasibdir. Yəni zaman artdıqca cəryan şiddəti azalır. Lampadan keçən cəryan şiddəti böyük olduqda onun işıqlanması da böyük olur. Yəni şəkildə siz görə bilərsiniz ki, ikinci lampanın işıqlanması birincidən daha çoxdur. Bu da onun cəryan şiddətinin böyük olduğunu göstərir. Həmçinin amper, biz bilirik ki, ümumiyyət cəryan şiddətinin vahidi amperdir. Amma biz şərt məsələlərdə bəzən mikro, milli, kilo amperlərdən də istifadə edirik. Yəni bunların açılışını bəzən məsələ həllində istifadə etmək bizim gərəyimizə lazım gəlir. Və deyə bilərik ki, milli amper 1000-də 1 amperdir, mikro 10^-6 amperdir, kilo 10^3, yəni 1000 amperə bərabərdir. Həmçinin alim haqqında da məlumat alsaq, deyə bilərik ki, elektrik və maqnetizm təliminin bahanələrindən biri olmuşdur amper. Cəryan naqillərinin qarşılıqlı təsirini müəyyənləşdirmiş, cəryanlı naqilin maqnit sahəsinə təsirinin tətbiqlərinə aid müxtəlif cihazlar hazırlanmışdır. Təbii ki, bu qanunlar haqqında geniş şəkildə gələcək siniflərdə geniş məlumat alacağıq. Cəryan şiddətinin ölçülməsi. Ümumiyyətlə, cəryan şiddətini ölçmək üçün ampermetrdən istifadə olunur. Ampermetr həmişə dövrəyə ardıcı birləşdirilir. Bu zaman ampermetrin müsbət sıxacı cəryan mənbəyinin müsbət sıxacına, görürsünüz şəkildə, mənfi sıxacı isə mənfi qütbünə tərəf birləşdirilməlidir. Şəkildə də həmin ampermetrin hansı formada birləşdirilməsi olduğunu sizə göstərilmişdir. Həmçinin deyə bilərik ki, ampermetr lampadan keçən cəryan şiddətini ölçür və nəticədə ona ardıcıl birləşdirilmişdir. Yenə dedik, ampermetrlə ölçülür cəryan şiddəti. Bir növü var, laboratoriya ampermetri, nümayiş ampermetri. Bunu biz laboratoriya dərslərində rast gəlirik. Ampermetr dövrəyə elə qoşmaq lazımdır ki, dedik ki, orada yəni cəryan mənbəyinin müsbət qütbünə ampermetrin müsbət qütbü, cəryan mənbəyinin mənfi tərəfinə
mənfi tərəfi birləşdirilmiş olsa olmalıdır. Əgər belə olmazsa, bu zaman biz ampermetrin sıradan çıxmasını gətirib çıxarda bilərik. Ona görə də mütləq şəkildə əgər biz ampermetri dövrəyə qoşmaq istəyiriksə, bu şərtləri nəzərə almalıyıq və həmçinin dövrəyə ardıcıl qoşulmalıdır. Ampermetrin şərti şarjını biz əvvəlki dərslərdə sizinlə keçmişdik. Yenə də bu dərsdə bir daha aydın oldu ki, ampermetrin şərti şarjı dairə içərisində A-yə bərabərdir. Keçdik tapşırıqlara. Sizin dərsliyinizdə həmin mövzuya aid bir tapşırıq verilmişdi. Bu tapşırığı bir də izah edək və sonra həmin mövzuya uyğun digər tapşırıqları sizinlə birgə baxarıq. Bizdən soruşulur ki, naqilin in kəsindən 40 saniyədə 0,2 kulon yük keçirsə, naqildən keçən cəryan şiddətini hesablayın və milliamperlə ifadə edin. Biz ümumiyyətlə məsələ yazarkən yadınızdadırsa, məsələnin şərtini mütləq verilir, həlli, tapmalı yazmalıyıq. Yəni bunlar yazılan halda bizim üçün məsələni işləmək daha rahat olur. Birinci verilir hissəsini yazsa bizə 40 saniyə verilib. 40 saniyə bilirik zamandır. Zaman da T hərfinə işarə olunur. Ona görə yazırıq T bərabərdir 40 saniyə. Sonra 0,2 kulon verilib. 0,2 kulon bilirik yüktür. Q bərabərdir 0,2 kulon yazırıq. Bizdən cəryan şiddətini soruşur. Cəryan şiddəti də I hərfinə işarə olunur. I bərabərdir sual. Düstur hissəsində isə biz cəryan şiddətinin düsturunu yazmalıyıq. I bərabərdir G bölünsün T. Həlli hissəsində isə həmin düsturu gətirib yerinə rəqəmləri qoymalıyıq. Yəni G-ni yerinə 0,2, T-ni yerinə 40 qoysaq, aldığımız cavab 0,5 amper var. Lakin məsələnin şərtində bizdən milliamperi soruşulur. Milli sözünün mənası ümumiyyətlə mində bir deməkdir. Yəni milli mində bir amperə bərabərdir. Yəni biz orada mində biri ayırsa, bu zaman aldığımız cavab 5 vurulsun milli amper olar. Yəni bizdən cavabı tapmış olduq. Yəni əvvəlcə düsturu yazdıq, düstura uyğun verilənləri qeyd etdik və sonda nəticəyə gəlib çıxdıq. Keçək digər tapşırığa. Növbəti tapşırıqda bizə deyilir ki, ampermetrin göstəricisine əsasən naqilin en kəsiyindən 2 dəqiqədə keçən yükün miqdarını hesablayın. Gəlin verilənləri qeyd edək. Yenə də bizdə verilənlərdə 2 dəqiqə verilmişdir. Biz bilirik ki, zaman T hərfinə işarə olunur. Yazırıq T bərabərdir 2 dəqiqə. 2 dəqiqə. Və bilirik ki, zamanın əsas vahidi saniyədir. Ona görə də dəqiqəni biz saniyəyə çeviririk. 1 dəqiqə 60 saniyədir. O zaman 2 dəqiqə 120 saniyə olar. Bizdən yükün, əgər biz ampermetrin göstərisinə fikir versək, görərik ki, ampermetrin göstəricisi 0 ilə 0,5 arasında yer tutur. Biz də bilirik ki, bir bölgünün qiymətini biz əvvəlki dərslərimizdə sizinlə öyrənmişdik. Yəni biz 2 rəqəmdən böyükdən kiçiyini çıxırıq, yəni 0,5-dən 0-ı çıxırıq, eləyir 0. Sonra həmin bölgülərin sayına bölsək, 0,5-i 5-ə bölərik, eləyər 0,1. Amma bizim əqrəb 4-cü hissədə dayandığına görə 4-ü 0,1-ə vursa, cavab eləyəcək 0,4. Yəni bizə cəryan şiddəti göstəriciyə əsasən 0,1 amperə bərabərdir. Tapmalı hissəsində bizdən yükün miqdarını soruşur. Biz bilirik yük G hərfinə işarə olunur. Yazıram G bərabərdir sual. Sonra keçirəm cəryan şiddətinə. Cəryan şiddətinin düsturunu qeyd edirəm. Həldə hissəsində I bərabərdir G bölünsün T. Verilənləri gətirib yerinə qoyuram. I-ni yerinə yazıram 0,1. G-ni yerinə yazıram. G bizə verməyib, X yazaq. Məhsul kimi qəbul edək. T zaman bizə verilib 120. Biz buradan tənasüb qaydasına əsasən X-i tapsaq, X-i yəni G-ni tapsaq, bilirik ki 0,4-ü 120-yə vurmalıyıq. 0,4-ü 120-yə vursa aldıq cavab belə olar. 48 kulon. Deməli, bu məsələdə biz sizinlə elektrik şiddətindən istifadə edərək elektrik yükünü tapdıq. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, elektronların naqildə hərəkəti təsvir olunmuşdur. Hansı halda elektrik cəryanı yaranar və cavabınızı əsaslandırın. Biz bilirik ki, elektrik cəryanının yaranması üçün dərəciklər yüklü və istiqamətlənmiş formada olmalıdır. Bizdə də şəkildə A variantına fikir versəniz, görərsiniz ki, yük daşıyıcılar yüklü və nizamlı və istiqamətlənmiş formada düzülmüşlər. Ona görə də bizim cavabımız A variantı olacaq.
Keçək digər tapşırığa. Deyilir ki, naqilin en kəsiyindən keçən yükün miqdarının zamandan asılı qrafiki verilmişdir. Naqildəki cəryan şiddətini hesablayın. Yenə də əvvəlki qaydada olduğu kimi bu məsələdə də verilənləri yazmalıyıq. Verilənləri bu dəfə biz qrafikin üzərindən götürəcəyik. Qrafikin üzərinə baxsaq, görərsiniz ki, bizə elektrik yükünü, yəni G-ni 0,5 kulon verilmişdir. Yazırıq ki, G bərabərdir 0,5 kulon. Zaman bizə T 20 saniyə verilmişdir. Bizdən cəryan şiddətini soruşur. Cəryan şiddəti I bərabərdir sual. Yenə də həll hissəsində cəryan şiddətinin sütununu yazırıq. I bərabərdir G bölünsün T. Verilənləri yerinə qoyuruq. Yəni G-nin yerinə 0,5, zamanın yerinə 20 qoyuruq və hesablamamızı aparırıq. O zaman cavab 0,25 amper olacaq. Yenə də biz bu məsələdə verilənləri yazdıq və düstura əsasən cəryan şiddətini hesabladıq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, metallarda elektrik cəryanının hansı zərrəciklərin hərəkəti nəticəsində yaranır? Biz bilirik ki, metallarda elektrik cəryanını yaradan yük daşıyıcılar elektronlardır. Ona görə də burada cavab bizdə sərbəst elektronlar olacaq. Digər sualda deyilir ki, cəryanın yaranması üçün yüklü zərrəciklər necə hərəkət etməlidir? Dedik ki, elektrik cəryanının yaranması üçün yüklü zərrəciklər nizamlı və istiqamətlənmiş formada hərəkət etməlidirlər. Digər tapşırıq elektrik yükü və cəryan şiddəti üçün uyğun bəndləri Euler-Venn diaqramında qeyd edin. Gəlin baxaq. Bizdə birincidə deyir ki, BCD vahidi amperdir. Biz bilirik ki, cəryan şiddətinin vahidi amperdir. Ona görə də biri ikinciyə yazırıq. BCD vahidi kulondur. Elektrik yükünün vahidi bilirsiniz kulondur. Skalyar kəmiyyətdə hər iki kəmiyyət, həm elektrik yükü, həm cəryan şiddəti skalyar olduğuna görə 3-ü ortaya yazırıq. Amper metrinə ölçülür. Bilirik ki, cəryan şiddəti amper metrinə ölçülür. Ona görə 4-ü ikinci hissəyə yazırıq. Keçdik digər tapşırığa. Bizdən soruşulur. Şəkildəki kimi dövrə yığılmışdır və ampermetrin şərti işarəsi hansıdır? Gəlin baxaq. Bilirik ki, elektrik dövrəsi və onun elementləri mövzusunda biz keçmişdik ki, ampermetrin şərti işarəsi 3 şəklindədir, yəni 3 formasındadır. Bu halda ampermetr cəryan şiddətini ölçürmü? Cavabınızı əsaslandırır. Biz baxsaq şəklə görərik ki, bizdə açar açıqdır. Bir də görürsünüz, açar açıqdır. Biz bilirik ki, dövrə qapalı olmadıqda cəryan şiddətini ölçmək mümkün deyil. Çünki dövrədən cəryan keçir. Ona görə cavab xeyir olacaq. Çünki açar açıqdır. Digər tapşırıqda deyilir ki, dövrənin M hissəsindən keçən cəryan şiddəti neçə amperdir? Şəklə baxsanız görərsiniz ki, cəryan ilk öncə M hissəsindən, bizdə əvvəlcə cəryan 2 budaqdan gəlmişdir, sonra M-ə doğru hərəkət etmişdir. Hər iki budaq M-ə çataraq birləşmişdir. Bu zaman biz deyə bilərik ki, M-dəki cəryan ümumi cəryana bərabərdir. Yəni yekun cəryan, yəni 2 amper üzərinə 3 amper gəlsək, cavab olacaq 5 amper. Çünki sonda bu xəttlər birləşmişdirsə, bu zaman cəryanlar da toplanacaq, birləşəcək. Onda görə cavab 5 amper olacaq. Deməli, biz bu dərsimizdə sizinlə elektrik cəryanı mövzusu ilə tanış olduq. Sonra həmçinin cəryan şiddəti ilə yeni bir kəmiyyət olan cəryan şiddəti ilə tanış olduq və buna aid bəzi məsələlərə baxdıq və siz öyrəndiniz ki, cəryan şiddətini düstura əsasən necə hesablamaq mümkündür. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.